Hər kəsə salam dostlar. Necəsiz? Ümid edirəm yaxşısınız. Bugün biz həkimə gedəcəyik. Mən həkimdə çox şey çəkə bilmədim, çünki orada adamlar var idi. Çəkməyim düzgün olmazdı, ona görə çəkmədim. Amma belə getdik, pləkanlardan düşəndə çəkdim sadəcə. Gedək, günümüz başlasın. Dostlar, biz buradan çıxdıq və bir-iki mağazaya girib sonra çıxacağıq yenə və sonra getdiyimiz yeri görəcəksiniz. Belə yollardan keçirik. Məncə bura çox gözəl yerlərdir. Yəni buranın mən sizə çox çəkmək istəmədim, çünki ancaq yol olmasın dedim. İndi biz girdik dükana. Elə belə girmişdik ki, görək nə var. Əslində mən burada çəkmək istəyirdim. Sadəcə biraz dedim bir şey deyərlər. Amma belə çəkmişəm. Burada biz belə sırğalara baxırıq. Nə bilim, sırğaydı, sepidi, belə şeylərə baxırdıq. Məncə qəşəng şeylər var idi. Sadəcə mən istəmədim almaq. Çünki evdə olan əşyalar idi. Mən onları istəmədim. Həm də ki, bəziləri uşaq üçün idi. Ona görə də almadıq. Burada belə saatlar da var idi. Məncə çox gözəl idilər. Sonra burada belə çələnglər var idi. Və uşaq üçün, nə bilim, abadok falan filan belə şeylər də var idi. Burada əsas məsələ mən proşkoya gəlmişdim. Proşkonu axtardım. Sadəcə sevdiyim bir forma yox idi deyə almadım. Belə sizə də göstərirəm. Mən belə formaları çox sevmirəm. Kvadrat formalı olsaydı daha yaxşı olardı. Belə ürəksiz də vardı. Onu da çox sevmədim. Burada Notun belə bir lakları var idi. Çox idi. Hətta dolu idi demək olar ki, lak. Sonra belə bir ulduzlu tokaya baxıram. Burada qəşəng peluş oyuncaqlar var idi. Həqiqətən çox bəyəndim. Məncə almağa dəyər. İndi isə biz əsas məsələ parka gedirik. Gəldik parka. Deməli park. Uşaqlar da var. Tamam. 10 dəqiqə parka çatdıq. Və mən orada videolar çəkdim sizin üçün. İnşallah bəyənərsiniz. Gələn kimi ilk işim oturmaq oldu. Sonra isə getdim, suyun çaydan su içdim. Gəldim yellənməyə. Yəni yellənçək əvəz olunmaz bir şeydir. Yenə gedirəm sürünçməyə. Burada daim qızını yellənçəkdə yelləyirəm.
Dostlar, buranın mənzərəsini sizə göstərəcəm. Çox gözəl mənzərəsi. Bakınız, burada gəldiyimiz çox narahatdır. Neyse. Düşməyə qorxuram. Dostlar, burada biz dükana girdik və sizə çox şey çəkmək istirdim. Sadəcə daim qızı qucağımdaydı. Onunla bərabər mən sizə heç nə çəkə bilmirdim. Yəni uşağı da qucağımdaydı, çəkə bilmirdim. Burada mən sizə qlosları, çaşkaları falan göstərirəm. Baxın, burada kromli çaşka var. Həqiqətən bunu bəyəndim. Çox qəşəng çaşka idi məncə. Dostlar, burada biz eve gedirik artıq. Videonu burada sonlandırmaq istəyirəm. Sağ olun dostlar, sizi çox sevirəm, öpdüm. Bay bay.